Salam, xoş gördük dəyərli izləyicilərimiz. Hər birinizi salamlayıram. 2026-cı ildə ilk verilişlə sizinlə görüşə gəldim. Bilirsiniz ki, videolarım maarifləndirici xarakter daşıyır. Hər zaman çalışın ki, yeni qoşulan izləyicilərimiz abunə olmağa tələsin və ən əsası qurtmət ehtiyacı olan izləyicilərimiz 055 621 98 49 telefonlarımızı WhatsApp-la yazmaqla qeydiyyatdan keçib bir-birinizə yaxınlaşıb xidmətimizdən istifadə edə bilərsiniz. Müxtəlif səpkili suallarla bağlı danışsam da hər zaman izləyicilərimin ən çox mənə verəcəyi suallar məhz torpaq sənədləşməsi ilə bağlı. Təsəvvür edin ki, daşınmaz olan dövlət reyestrine yaxınlaşdıqda belə kənardan məni görən izləyicilər yaxınlaşaraq suallarını məhz orada da ünvanlayırlar. Bacardığım qədər əldə etdiyim məlumatlarla sizi maarifləndirib və sizə xidmət göstərməyə çalışıram. Bu günləri mən sizinlə texniki pasportla bağlı məsələlərdən və texniki pasportun özəlliyi, eləcə də bunun mənfi və müsbət tərəfləri ilə bağlı sizə geniş məlumat verəcəm. İlk öncə, yəqin ki, deyəsiz texniki pasport nə olan bir şeydir. Yəqin ki, çoxlarınızın evində belə bir sənəd mövcuddur. Düzdür, bunun üzərində yazılır ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasport. Bu sənədlər nəyi tənzimləyir izləyicilərimiz? İlk öncə düzdür, çox vaxt domovoy knижка deyilən bir şey yazır, o sənəd deyil. Yəni, domovoy knижка qeydiyyatı göstərən bir sənəddir. Məsəl üçün, əgər siz həmin sənədin iç səhifələrinə doğru hərəkət etsəniz, sizdə olanlar varsa, bəzən görürsünüz ki, evin layihəsi verilir, ümumi sahə verilir, torpağın koordinatları verilir və s. kimi sahələr mövcud olur və deyə bilərsiniz ki, ümumiyyətlə, bu sənəd nə əhəmiyyət kəsb edir. Texniki pasportlar müxtəlif ola bilər. Mən ən çox bugün sizinlə 2000-ci ildən öncəki texniki pasportlarla bağlı məlumat vermək istərdim ki, əgər texniki pasportunuz mövcudsa və 2001-ci ildən əvvələ təsadüf edirsə, yəqin ki, siz texniki pasportda torpağa dair qeyd hissəsinə rast gəlirsiniz. Və bəzən görürsünüz ki, siz çıxarış alırsınız, birinci və ikinci, eləcə də üçüncü alıcı ola bilərsiniz. Görürsünüz, sizin texniki pasportda çıxarışınızda qeyd olunur ki, evin ümumi sahəsi mülkiyyət, torpaq hissəsində isə yazılır istifadə və dövlət. Və bu sizdə müəyyən şübhə doğurur ki, demək bu torpaq sahəm dövlətə məxsusdur. Amma halbuki nəzərinizə çatdırmaq istəyirəm ki, sizin də məhz torpaq sahənizin çıxarışı ola bilər. Yəni, ilkin kök sənədləri ola bilər. Deyə bilirsiniz, mən bu sənədləri necə əldə edə bilərəm? Əldə etmək mümkündür? Bəli, əslində bunun əldə olması mümkündür. Hansı formada, hansı qaydada nə edək? Bu zaman çalışaq ki, bir stəkan gözəl qəhvə, çay götürürük, ekrana yaxın əyləşirik və diqqətlə, çalışın ki, diqqətlə dediklərimi izləyəsiniz, qeydlər də götürə bilərsiniz. Amma bəzi hallarda bəlli bir məsələdir ki, siz hüquqşünas olmadığınıza görə müəyyən qədər sizə müəyyən problemlər yarana bilər ki, yəni bu problemlərin altından, bu problemlərin çözülməsində müəyyən qədər maneələr yarada bilər ki, bu maneələri məhz biz həllində sizə köməklik göstərə bilərik. Bunun üçün etməlisiniz 055 621 98 49 telefonumuza WhatsApp-la yazın, qeydiyyatdan keçib bir-birinizə yaxınlaşın. Əziz izləyicilərimiz, mən qeyd edirəm ki, texniki pasport mövcuddur. Məsəl üçün, deyə bilərsiniz ki, texniki pasport mövcuddur, amma texniki pasportda qeyd olunan şəxs rəhmətə gedib. Belə olan halda nə etmək olar? Artıq bəlli bir məsələdir ki, texniki pasport əsasında texniki pasport əsasında hər hansı bir qeyd varsa, həmin şəxs rəhmətə gedibsə, bu zaman mütləq şəkildə bəlli bir məsələdir ki, vərəsəli iş açılmalıdır. Vərəsəli işi harada açılacaq? Şəxsin öldüyü yer üzrə, əmlakın yerləşdiyi yer üzrə notariat orqanına müraciət etmək yolu ilə vərəsəli iş açdıra bilərsiniz. Vərəsəli işi ilə bağlı məsələdə nəzərdə çatdırmaq istərəm ki, bəlli bir məsələ ki, Konstitusiya Məhkəməsi buna dair qərarı var. 2023-cü ilin dekabr ayının öncəki tarixə təsadüf edəndə qeydiyyatda olan şəxslər nəzərə alınsa da, faktiki olaraq bütün ailə üzvləri nəzərə alınmaya bilər. Bu nə deməkdir? Yəni, faktiki olaraq miras əmlakı kim qəbul edibsə, bu zaman həmin şəxs əmlaka dair vərəsəlik məktubu ala bilər. Və müraciət edirsiniz notariusa, notariat orqanı tərəfindən vərəsəli iş açılır. Vərəsəli iş açılandan sonra sizə məhz torpaq sahəsinin sənədləşməsi ilə bağlı ərazi üzrə, əgər Bakı şəhər ərazisində yerləşirsə, Bakı bir saylı ərazi idarəsinə, əgər Sumqayıt ərazisində yerləşirsə və yaxud da ki, Sumqayıtın ərazi idarəsinə, Abşeronda yerləşirsə, Abşeron ərazi idarəsinə, bəlli bir məsələ ki, hansı ərazidə yerləşirsə, həmin ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrinə məktub yazılır. Məktub yazılandan sonra mən tez-tez rast gəzirəm, bəzən vətəndaşlar elə düşünürlər ki, ölmüş şəxsin adına çıxarışını alması mümkündür.
Xeyr, ölmüş şəxsin adına çıxarışın alınması mümkün deyil. Ölmüş şəxsin adına məhz arayış alına bilər. Və arayış alındıqdan sonra həmin arayışla bərabər təkrar notariat orqanına müraciət olunur və müraciət əsnasında artıq vərəsəli şəhadətnaməsi verilir. Vərəsəli şəhadətnaməsi əsasında siz həmin əmlaka dair sənədlə bərabər təkrarən daşınmaz əmlakın dövlət reyestrə müraciət etdikdə həmin əmlaka dair çıxarış ala bilirsiniz. Əziz izləyicilərimiz, torpaq sənədləşməsi ilə bağlı, obyekt sənədləşməsi ilə bağlı, hüquq müxtəlif sahələri ilə bağlı hüquq məlumatı ehtiyacı olan izləyicimiz 055 621 98 49 telefonumuza, WhatsApp-ına yazmaqla qeydiyyatdan keçib büromuza yaxınlaşıb xidmətimizdən istifadə edə bilərsiniz. Qeyd edə bilərsiniz ki, yaxşı, bu torpaq sahəsinin uzun müddət, yəni şəxs səhmətə gedəndən sonra mənim istifadəmdə olması ilə bağlı məlumatı harda əldə edə bilərəm? Əgər bunun üzərində hər hansı bir əmlak mövcuddursa, və kommunal xidmətlər kimin adına ödənilirsə, kimin adına keçirilirsə, bəlli bir məsələdir ki, artıq torpağın üzərində tikilən fərdi yaşayış evinin istifadəsi artıq həmin şəxsdir. Yaşayış yeri yoxdursa, torpaq sahəsi varsa, bu zaman bələdiyyə, eləcə də kənd soveti deyilən bir qurum var, ona yaxınlaşmaq yolu ilə siz arayış əldə edə bilərsiniz və həmin arayışda mərhum rəhmətə gedəndən sonra həmin torpaq sahəsindən istifadə edən şəxsin adı həmin sənəddə öz əksini tapacaqdır. İndi isə keçib digər bir məsələyə. Deyə bilərsiniz ki, mənim texniki pasportum mövcuddur. Mən necə bilə bilərəm ki, texniki pasportum məhz mənim torpaq sahəm mövcuddur. Düzdür, hal-hazırda əlimdə olan texniki pasportda buna dair qeyd yoxdur. Amma ilk öncə nəzərinizə çatdırım ki, izləyicilərimiz, İlk öncə nəzərinizə çatdırmaq istərdim ki, texniki pasportla bağlı məsələlərdə bilməli olduğunuz məqam. Çox vaxt texniki pasportun göstəricilərində məhz torpağa dair qeydlər olur. Yəni, yəqin ki, texniki pasportun birinci səhifəsinə fikir versəniz, bu hissədə qeyd olunur sənəd üzrə torpaq sahəsi nə qədərdir və faktiki istifadədə olan torpaq sahəsi nə qədərdir. 2001-ci ildən əvvəl olanlar, əgər sizin torpaq sahənizdə sxem, sizin texniki pasportunuzda sxem mövcudsa, torpağın ayrılması dair sənədi tapmanıza ehtiyac yoxdur. Əgər sizin texniki pasportunuzun arxivi mövcuddursa, artıq siz həmin torpaq sahəsinə dair çıxarış ala bilərsiniz. Və mən çox zaman rast gəlirəm ki, sizlər nədənsə texniki pasportun arxivini arxiv idarəsində araşdırırsınız. Texniki pasportun arxivi arxiv idarəsində olmur, izləyəcəyimiz. Texniki pasportun arxivi məhz harda yerləşir? Daşınmaz əmlakın dövlət reyestrində mövcud ola bilər. Eləcə də texniki pasportun çəkilməsi ilə bağlı alt sənədlər isə kadastr layihələndirmə MMC deyilən bir qurumda mövcuddur. Düzdür, bunları əldə etmək sizin üçün bir o qədər də asan olmaya bilər. Onun üçün nə etməlisiniz? 055 621 98 49 telefonumuzun WhatsApp-ına yazmaqla qeydiyyatdan keçib büromuza yaxınlaşa bilərsiniz. Əziz izləyicilərimiz, nəzərinizə çatdırmaq istərdim ki, yanvar ayının, fevral ayının 1-dən fevral ayının 5-nə qədər tərəfindən hüquq xidmətlərinin göstərilməsi ilə bağlı vətəndaşlar dəvət olunacaq. Məsləhətləşmə ilə bağlı çalışın, öncədən yazılın, sizlər də məhz bu xidmətdən istifadə edəsiniz. Mən qısa bir məlumat verdim və düşünürəm ki, az da olsa sizi maarifləndirdim. Yenə qeyd edirəm, hüquq xidmət ehtiyacı olan izləyicimiz 055 621 98 49 telefonumuzun WhatsApp-ına yazmaqla qeydiyyatdan keçib büromuza yaxınlaşıb xidmətimizdən istifadə edə bilərsiniz. Yenə qeyd edirəm ki, hər hansı bir obyekt sənədləşməsi ilə bağlı probleminiz varsa, torpaq sahəniz mövcuddursa, çıxarış ala bilmirsinizsə, eləcə də fərdi yaşayış eviniz mövcuddursa, onun ərazisində olan torpaq sahəsinə dair çıxarış ala bilmirsinizsə, bu zaman nə etmək lazımdır? Məhz bizim xidmətimizdən istifadə edə bilərsiniz. Bir daha telefon nömrəmizi xatırlatmaq istədim 055 621 98 49-da. Sizlərlə vaxt keçirmək, sizlərlə ünsiyyət qurmaq mənim üçün çox xoşdur. Əziz izləyicilərimiz, sizi maarifləndirmək, məlumat vermək mənim üçün xoşdur. Əgər az da olsa mənim maariflənməmdən yaralanırsa, bu zaman istərdim ki, siz şərhlər bölməsinə buna dair öz fikirlərinizi bildirəsiniz. Eləcə də gələcəkdə hər hansı bir mövzu ilə bağlı ətraflı sizə məlumat verməyimi istəyirsə, bu zaman şərhlər bölməsində yazmağı unutmayın. Suallar məhz bizim büromuz tərəfindən, yəni büroya dəvət olmaqla vətəndaşın sualları cavablandırılır. Mənim dəyərli izləyicilərim, mənə vaxt ayırdığınıza görə və məhz videonu izlədiyinizə görə sizlərə öz təşəkkürümü bildirirəm. Sağ olun. İnşallah sizinlə görüşmək ümidi ilə sizlərdən ayrılıram. Xoşda qalın.